Necə olacaq görürsən? Bilmirəm. Gözləyirəm. Salam. Şad salam. Salam. Səs dipçə. Dipçənin yeri olmadı. Dipçənin yerini dəyişirəm çünki biz bugün kofe dəmləyəcəyik. Salamlayıram hamınızı. Bugün bizim iki dənə qonağımız var. Qonağın biri məndən, biri mənim. İki dənə qonağımız var. Qonaqlarımız biri yeni, belə qəşəng yağın içində, klokun içində, paketin içində təzə çempion Vüsat. Təşəkkürlər, xoş gördük. Komandan çempionu. Nurşərəf də sferamızın ən böyük kadrlarındandır maşallah, yeni kadrlardandır, dağıdır maşallah. Nurşərəfdən biz yeni çempionatda çempion olmağı gözləyirik. Bugün bizim sizlərə təqdim etmək istədiyimiz kadrlar nədən ibarətdir? Biz, mən, Məhəmməd, Nurşərəf və Vüsat bir yerdə kofe dəmləyib, həmin kofenin reseptini və o kofenin dad balansını sizə bildirəcəyik. Həm bura deskriptor bildirə bilərik, bildirmə edə bilərik. Bu kofeni dördümüzün arasından hansı daha yaxşı dəmlədiyini biz hamımızın qabağında baxacağıq. Necə yeyirik? 4 dənə V60 görürsünüz, yəni 4 perkolasiya üsulu. Prover vasitəsilə kofeni dəmləyirik və axırda blind cupping üsulu qapıları qarışdıracağıq və heç kim bilməyəcək ki, kimin qapı hansıdır. Həmin o üsulla biz kofenin dadına baxacağıq. İndi bunu necə yeyəcəyik axırda onu bilmirəm. 5-ci adam olmalı idi. Bir yon qoparıq, amma şəffaflığımız... Siz qarışdırırsa, sonra gəlib biz qarışdırırıq, sonra gəlib o birisi qarışdırır. 2 dəfə dalbadal qarışdırsan, Əli bəy qarışdırdı, sonra da Zəkin gəlib qarışdırdı. Birinci 2 dəfə qarışdırdı. Məncə o 2 dəfə qarışdırdıqdan sonra kimsə qapı bilirsə, elə o utsa yaxşıdır. Yox da birinci 2 dəfə qarışdırdı, sonra o 2 dəfə qarışdırdı. Vüsat salam. Salam. Bu da idin. Vüsat təzə gəldi kadra. Çempionatdan bu yana dəyişməyən tək görüntüdə biz yenə yan-yana dayanmışıq. Yaxşı ki, onu bilirsən, yəni qəbul edirsən. Bizim bugün bildirmək istədiyimiz əsas şeylərdən biri odur ki, biz eyni kofeni 4 fərqli üsulla dəmləyəcəyik. Əgər üsulların arasında təkrar resept çıxsa, yenidən dəmləmə olacaq. Yəni biz 4 fərqli reseptlə sizə bugünkü kofemiz questi, yəni sizə axırda bildirəcəyik. Həmin kofe ilə biz sizi tanış edəcəyik videonun axırında və çempionun resepti ilə və digər reseptlərlə bir yerdə. Bu reseptlərin əsas məqsədi kofeni düzgün anlamaq, hansı ki biz birinci və ikinci videomuzda bu haqqda danışmışıq. Kofe ilə düzgün tanış olmaq, düzgün anlamaq, dəmləməmişdən qabaq ilkin baxış, kofe necə qovulub, necə üyüdülməlidir, hansı prosesdən keçib, hansı hündürlükdə yetişib, ümumiyyətlə yeni kofedir, köhnə kofedir, qreydi neçədir. Bunların hamısı dəmləməmizə təsir elədiyinə görə defekt sayına qədər bilməliyik. 4 professional dəmləməçi. Bu arada Nurşərəf və Vüsat həm brewing sertifikatları var, həm sensor sertifikatı alıblar. Məhəmməddə maşallah sertifikatlar boldur. Yəni heç kimin şübhəsi yoxdur. Məncə dördü də çox əla kofe dəmləməyi bacaran və kofe ilə düzgün rəftar etməyi bacaran grinder çatmayan insanlardır. Görək kimin kofesi daha yaxşı olacaq. Kimin grinderi daha sürətlidir. Hə, kimin grinderi daha sürətlidir. Keçən dəfəki videolarımızdan verdiyimiz rəylərə görə hansını aldıq, qəbul elədik, həzm elədik, götürdük. Bəli, indi fikrimizi sizə ötürürük, təşəkkür edirik. Bu videolar davamlı şəkildə sizin həmişə qarşınızda olacaq. Yenə deyirəm, məqsədimiz sadəcə inkişaf və sferanın düzgün insanlarla düzgün formada inkişafıdır. Başlayaq. Siz proses vaxtı videoda bizim o qədər böyük bir çəkiliş kampaniyamız olmadığına görə videonun sonunda biz sizi kofenin məlumatları və kofenin xarici görünüşü tanış edəcəyik. Kofemiz budur uşaqlar. Kofemiz hangi prosesdir? Kofemizin aroması ilə sizi tanış edirəm uşaqlar. Bu arada da söhbət edəyək. Nurşərəf necəsən? Uşaqlar. Neysə Vüsat. Necə oldu ümumiyyətlə Vüsatdan bu sferaya gəldin? Necə oldu? Aşpazlıqla başladım. Bəli. Yemək pişirmək sferasından. Cənub aşpazlığı da, Ləvəngi zad belə də. Ondan sonra barı gördüm. Bara daha çox marağım olduğuna görə barı keçdim. Başladım dəmləməyə. Dəmləyə bildin axır ki? Elə deyirəm. Sən necə başlamısan sferaya? Mən qarsonluqla başlamışam. Qarson, ofisiant. Ofisiant. Sonra bara baxmışam, bara marağım olub. Uzaqdan baxmısan? Uzaqdan uşaqlar işləməyə baxırdım. Mən də onların yerində işləmək istəyirdim. Gəldin işlədin. Bəli. Kofenin quru formada iyi ilə hamı tanış oldu. Nə fikirləşirsiniz? Yəni ilkin mərhələdə bu kofenin ilə hamı tanış olub əslində sferada. Biz cupping eləmişik bu kofeni. Hamı bu kofenin infüz olduğunu fikirləşir. Amma bu kofenin infüz deyil, pani prosesdir. Sadəcə olaraq kofenin torpağı vulkanik torpaqdır. Yəni vulkanik soil deyirlər ona. Vulkanik torpaq olduğuna görə kofenin yetişmə tərzi biraz başqadır. Yəni daha kəskin demək deyəndə, yəni söhbət pis kəskinlikdən getmir. Sırası sözümü yazacaqlar. Kəskin, yəni iti formada, yəni daha qəti və daha dəqiq formada qoxular və aromatlar və dadlar ortalığa çıxır. Üzərindəki belə deyim, rənglərdən
çox insan bunu fermentə oxşadır. Hansı ki, dənləri görürsünüz, formaları biraz fərqlidir. Forma deyəndə rəngləri. Bu da honey prosesə görə. Yəni honey prosesi özü də əslində bir fermentasiya sayılır. Sadəcə olaraq fermentasiya kateqoriyasına aid olunmur. Amma o da normal wash və natural prosesdən biraz fərqlidir. Daha bədənli, daha güclü proses gedir. Honey proses kofeni dəmlədiyimiz zaman niyə aqressiv dəmləməyə başvurmalıyıq və yaxud niyə aqressiv dəmləməyə başvurmamalıyıq? Bunların hamısını arayacağıq inşallah. Bu saat nə fikirləşsən kofelə bağlı? Şirin, duş, ilk qoxuları onlar gəldi. Mən açığı beynimdə bir dənə resept fikirləşdim. Artıq mənim beynimdə bir resept var, hansı ki, bu reseptlə bu kofeni dəmləməmişəm. Mən 4 nəfərə çatacaq bu kofe. Niyə çatmış? Neçə qamaz dəmləmək istəyirsiniz? 35-40. Üstünə də baykas edəcək. Yaman bir şans. Çempion oldu qardaş. Çempion oldu. Sən nə edin? Bu sonra danışalım. İndi suyumuzu qızdırırıq. Kim neçə dərəcə istəyir? 89-90, amma 89. Niyə? Honey prosesi nisbətən wash və naturalın arasında götürdüyümə görə, yəni tam nə bu, yəni onsuz da iki prosesin arası kimi götürə bilərik də ümumilikdə. Ona görə nə çox aşağı, nə də çox yuxarı. Yəni təxmini 89-da, həm də birinci dəfə dəmləyirəm deyə çox aşağı, çox yuxarı eləmək istəmirəm. Nuşayr, sən neçə dərəcə götürmək istəyirsən, niyə? 90, 92 bu aralıqda götürmək istəyirəm. Aroması zaten çox yüksək gəlir kofenin. Çox da yüksək dərəcə ilə və yaxud da çox da aşağı dərəcə ilə dəmləyib risk etmək istəmirəm. O top dərəcələr götürürəm. Demək ki, bu saat risk edir. Çempiona qarşı söz. Müəllim, 91 dərəcə. niyə? Mən fikirləşirəm ki, bunu nə yüksək temperaturda, nə də aşağı dəmləmək lazım deyil. Açıq honey prosesdir. Ona görə də tam ortasında bir dəmləmə fikirləşirəm bunun üçün. Mən 92 dərəcəni dəmləyəcəm. 92 dərəcəni dəmləməyin səbəbi nədir? Birincisi, dənlərə baxdığım zaman kofenin light qovulub, amma ki, qovulma dərəcəsi çox da açıq deyil. Düzdür, medium kateqoriyasına buna aid eləmərəm, amma light. Yəni, bu kofe məsəl üçün, hardasa lightdan mediuma keçid kimi, belə deyək. Bu plus bunun prosesi burada çox böyük təsir edir. Qovulması aşağıdır, prosesi isə honeydir. Yəni artıq dən olaraq biraz belə deyim, biraz effekt görüb, biraz enerji görüb. Yəni digərlərindən daha çox loru desək zərbə alıb və biz bu kofeni dəmlədiyimiz zaman buna artıq aqressiya verməklə bunu yandıra bilərik əlbəttə ki. Mən ona görə də dəmləməmə və üyütmə dərəcəsini fərqli seçəcəm. Dərəcəmi 92 dərəcə seçəcəm ki, dərəcədə yandırmayım. Amma dəmləmədə çünki dəmləmənin ortasında bloomingdəki iydən mən fikrimi dəyişə bilərəm, eləyə bilərəm, amma dərəcəni dəyişə bilmərəm dəmləmə ortasında. Ona görə də mən 92 dərəcəni girəcəm və sadə dəmləyəcəm. Belə deyirsən, iyi qoxu məsələsi ki, kofe çox flavoru çox kəskindir, şirindir, meyvə qoxuları çox gəlir və buna görə də mən bunu biraz belə deyim, balans eləmək üçün dərəcəni həm də ona görə biraz yuxarı saxlayıram. Yuxarı deyən kəskin çox yuxarı deyil, 92 dərəcə məncə normaldır. 92 dərəcədən biraz daha şirin dəmləmək üçün uzun dəmləmə metoduna başvuracam Məhəmməd müəllim. Bu gün sizə düzgün şəkildə üyütməni bir daha göstərəcəyik. 4 nəfərimizdə, bir nəfər də yox, 4 nəfər birdən göstərəcəm. İlk öncə fakatda uşaqlar fikirləşəndə mən də sizə bir dənə balaca qısa metrajlı bir film çəkeyim. Komandantı sıfırlamağın və komandantı kliklərin düzgün qoymağın üsulu. Komandantı sıfıra qədər gətiririk və baxın hal-hazırda mən bunu belə saxladığım formatda bunun tutacaq pul hissəsi tərpənmir. Bu sıfır deməkdir. Bir dənə qabağa verəndə bu tərpəndi, bu artıq 1-dir. Və istədiyiniz klikə verə bilərsiniz. Hal-hazırda birinci klikdədir. Mən 24 klikini dəmləyəcəm. Niyə bu klik? Çünki dərəcəm yuxarıdır deyə kliki də biraz yuxarı eləyirəm. Dərəcəm yuxarı deyil əslində. 92 dərəcəyə uyğun məncə 24 klikdir ki, kofenin şirinliyini daha çox ortaya çıxartmaq üçün onu aqressiv dəmləməkdənsə dəmləməni uzadacam. Amma ona görə də biraz aşağı yuxarı klik götürməliyəm ki, reaksiya baş verməsin. Bu üsulu atacam. Görək anlada bilər, almaya bilər. Onsuz axırda hamımız seçəcəyik ki, kim qalib oldu. Üzünü şərəf. Mən 22 klik seçdim. Çox çətin bir proseslə dəmləmə düşünmürəm. Sadə proseslə dəmləyəcəm böyük ehtimal. Ona görə çox da ya nə aşağı, nə də çox yuxarı bir klik seçməyi düşünmürəm. 22. 20 klik. Gözəl, 91 dərəcə. 91 dərəcə 20 klik. Yəni open mind olun. Bu da narahat olmayın. Narahat olmayın. Mənə güvənin. Vüsat buyur. Mən 25-ə qoydum artıq. Yaxşı elə. Niyə 25? Suyun temperaturu 89-25 dərəcə. Biraz belə fikirləşəndə çiğ gəlir ağla ki, yəni dəmlənməyəcək, amma dəmləmə prosesimi uzadacam. Böyük ehtimalla 4 mərhələyə bloomingdən əlavə 3 mərhələdə dəmləyəcəm ki, vaxtı uzadım, yəni bunu onunla balanslaşdıracam.
Kim neçə qram kofe istəyir? 15. Sənə də 15. Əslində çox adam kofeni dəmləyən zaman 20 qrama, 20-25 qrama başlayır. Mən də həmişə 15-16 qramla dəmləyirəm. Çox əlatmır. İnşallah kofe çəkər. Kofe çəkəndə bir adısı var. Çatacaq. Məncə də. Çatmayacaq, mən az qramajını dəmləyəcəm. Məhəmməd? 16. Sən 15. Də birinci 15 verir. Uydu. Bu bildiyin. Rovun 15 qram Eyni verdim. şərtlərdə. Məhəmməd 16 qram istəyirdi, amma hamımıza 15 qram düşdü. O deməkdir ki, Məhəmməd 15 qramı dəmləməyi öyrən, xahiş edirəm səndən. Üyüdmə. Görürsüz? Baxın. Gördünüz? Grinderlə heç kim rəqs eləmir. Heç kim grinderimizi çatmır. Heç kim bizim grinderlərimizi mələtmir. 92. Xahiş edirəm, bu dəmirdəndir, uranyumdan deyil. Bunlar bizə Marsdan gəlməyib, hə? 96% problem olmaz. Bir də belə bir şey deyim, insanlarda belə bir fikir yaranır ki, əl grinderi və avtomatik üyüdən grinderi. Burada RPM məsələsi var, yəni belə deyim, üyüdülən zaman kofenin nə qədər konsistensi olmalı, yəni nə qədər bərabər həcmli və stabil üyütməyi mənim fikrim əlbəttə ki, avtomatik üyütmə grinderindən, məsəl üçün Marconi, məsəl üçün Mazer, məsəl üçün Fellow, belə deyim də, bu avtomatik üyüdülən zaman daha stabil üyüdür. Daha stabil üyütmə bizə ümumiyyətlə stabil üyüdülmüş dəm verəcək. O da bizim dəmləmimizdə özünü göstərəcək. Yəni bizim mikronlarımız əllə üyüdülən zaman böyük bir ehtimal var ki, ora 4, 5, 6 mikron əlavə olunsun. Amma avtomat grinderlə düzgün istifadə etsəz, yəni yandırsaz, biraz gözləsəz, tam qızsa və ortasında açılıb üyütsəz, onda bizə 2 maksimum çox keyfiyyəti aşağı grinderdirsə, maksimum 3 mikron üsulu bizə verəcək. Yəni mən Marconi'də böyük bir ehtimalla 750-800 mikron arası həmişə alıram. 750-800, 750-800 arası olur. 770, 760, 780 və belə. Biraz 760, biraz 770. Yəni bu mikronlar odur ki, yəni mənim grinderimdə belə deyim də, yəni kofemdə yəni 50 növ mikron yoxdur. Bu da stabilliyə görə. Yəni bu konkret olaraq bizim dəmləmə zamanı stabillik verir. Yəni bərabər üyüdülmə çox önəmlidir. Bu çox adamlar fikir verir. Filtrlərimiz Orijinaldır. orijinal Harry filtrləridir. Filtrlər haqqında əlavə bir dənə videomuz olacaq. Kofeni dəmlədiyimiz zaman bizim bu filtr kağızımız mütləq dərəcədə o formada olmalıdır ki, biz bilək bu fast filtrdir, yəni burada kofenin dəmlənməyi, yəni suyun bu filtrdən keçməyi sürətli formada keçir, yoxsa orta formada, yoxsa slow formada. Yəni bunların hamısı dəmlənməyə təsir edir. Ümumiyyətlə kofe sferamızın inkişafına bağlı nə deyə bilərsən Vüsət? Məncə inkişaf hara doğru gedir? Əslində mənə görə çox zəif inkişaf edir, amma belə deyim, mən özüm də bu sferada köhnələrdən deyiləm. Bəlkə də mənim bu haqqda nəsə deməyim elə də düzgün olmaz, amma yenə də ilk başladığım dövrlərə nisbətən indiki mərhələ daha ürək açıcıdır. Və inanıram ki, bundan da yaxşı yerlərə gələcək. Sən nə fikirsən Uşaq bu barədə? Sənəklər bir dənə qızsın. Mən düşünürəm ki, o qədər də hazırki duruma görə o qədər də pis deyil. Bir müddət mən təzə başlayanda ümumiyyətlə heç inkişaf yox idi. Çünki kimdən nə öyrənəcəyimizi hələ bilmirdik. Hal-hazırda Espresso inkişaf edən gənclər çoxdur. Məncə öyrənəcəyik. İnkişaf etmək deyəndə ki, mən nəyin tərəfdarıyam? Məsəl üçün belə deyə bilərəm ki, var bir şey eləmək, var bir şey ümumiyyətlə eləməmək. Düzdür Məhəmməd Rəssan? 100%. Bir şeyi səhv eləyib ziyan verməkdənsə eləməməyə tərcih edirəm. Çünki onu məndən yaxşı kimsə eləyib, xeyir verə bilər, düzgün formada edə bilər. Niyə görə mən bir şey eləməliyəm, amma səhv eləməliyəm və ziyan verməliyəm? Çünki insanoğlu inkişafı hangi dəstəkləyir? Yəni belə bir səviyyəyə çıxa bilərik ki, yəni inkişaf bizə konkret olaraq ziyan verir. Çünki inkişaf düz olmasın deyə. Başlayaq bəli. Tam öz reseptini mütləq dərəcədə yadına saxlasın və niyə elədiyini desin. Mən birinci mərhələdə ziqzaq usulu ilə bunu eləyirəm. 50 qram su əlavə elədim ziqzaqla. Sən necə elədin? Nə fikirləşdin? Ziqzaq yox, ənənəvi üsulla ölçdüm. Ən çox istifadə olunan dairəvi şəkildə. Birinci mərhələdə 60 qram bloomingin saniyəsini nisbətən çox eləməyi planlaşdırıram. Təxmini 50 saniyə. Çünki mənim həm klik, həm su temperaturum bunu mənə məcbur edir, belə deyim. Uşaq sən? 50 qramla başladım. Bunu 50 qramla elədim. Asla tutdum suyu dairə formada. Məhəmməd sən nə elədin? Mən 50 qram
əlavə elədim. 30 saniyə gözlədim. 150-yə tamamladım. İndi növbəti dəmləməni əlavə edirəm. Çox uzatmayacağam. Çünki klik də biraz aşağıdır. Mən sadə üsula əl atdım. Bir bazı təkrar oldu məndə, amma nəyə görə belə deyil. Yəni təkrar nədə əvvəlki videoda mən 15 qram kofe əlavə elədim. 15 qram kofenin üzərinə kofedən məlumatda olduğuma görə 50 qram su əlavə elədim. 30 saniyə gözlədim. Məqsədim bunu balans dəmləməkdir. O mənə avtomatik şirinliyə gətirib çıxardacaq. Daha sonra 70 qram əlavə elədim. 120 qramı gətirib çıxartdım. 120 qramı gətirib çıxardandan sonra o mərhələ hardasa ikinci 70 qramı hardasa 13 saniyəyə, 15 saniyəyə falan belə süzdüm. Süzüb bitdikdən sonra 1 dəqiqənin tamamında 125 qramı 20 saniyə ərzində əlavə elədim və ümumi dəmləməm 2 dəqiqə çəkdi. Ümumi 15 qram kofedən istifadə elədim, 225 qram su əlavə elədim, yəni 1-ə 15 ratio ilə dəmlədim. Məhəmməd 239 qram, 238 qram, yəni 239 səndə bu saat. Mən 1.15-ə nisbəti ilə dəmlədim. Şərəflə biz 1.15-ə və Lənkəran Salyan öz sözünü dedik. Ona görə də bu dadda olan kofelerin mənə elə gəlir bədənə öləndə bunların dadı konkret o formada olur ki, reaksiya olmasa belə, boşluğu onun reaksiya kimi göstərir. Dəmləmə müddəti 2:40 oldu. Elə bunu da təxmini planlaşdırırdım. Dəmləmə müddətini uzatmadım. İndi qarışdırmaq lazımdır. İndi zəhmət olmasa heç sənəmir. Tam şəffaf olsun deyə siz üçünüz keçirsiniz kameranın arxasına, üzünüz o tərəfə, mən tərəfə yox. Və mən 4 qapın 4-ünü qaçışdırdım. İşarə qoymadım. Düzdür. Daha sonra Məhəmməd, daha sonra Vüsat. Şərəf. Siz keçirsiniz kameranın arxasına. Birinci mən qaçışdıracağam. Всё, gəlin. Məhəmməd, mən bizə dəyişmədik 100%. İndi əsas məsələ uşaqlar. Dəmləməmizi bitirdiyimizə görə ilkin mərhələdə bitəcəyimiz. Görək kim qalib oldu. Pristav gəlirik. İçməsəm də olar. Pristav gəlirik. Ən pis qapı seçirik də. Sadəcə qapı seçirik. Hə, bu saatıq qalmalı. Sizin qapınız. Hə, Nuşayət bu sənin qaşığın, bayaq Nuşayət indi bu tek qaşığını istədi. Cupping üsulu zamanı mütləq dərəcədə kofenin düzgün formada cuppingini keçən dəfə göstərdik. Düzgün formada cuppingini eləməliyik. Cupping elədiyimiz zaman heç vaxt kofeləri içdiyinizdə bitməmiş masa, qərar verilməmiş emosiya bildirmirsiniz. Əlbəttə ki, bu biraz fandır, ona görə biz sadəcə söhbət edirik. Yəni də emosiyalarımızı heç kim bildirmirik. Emosiyalı bildirmədiyinizə görə də fikirlərinizi mütləq dərəcədə ya özünüzdə qeyd edin. Mən Cup 4-dən olduğuna görə və eyni kofe olduğuna görə ümumiyyətlə yəni fan olduğuna görə öz fikirlərimi beynimdə qeyd edirəm. Hansı qapda məsəl üçün 1-ci, 2-ci, 3-cü, 4-cü qap kimi ayırdım. Özüm öz beynimdə analiz elədim. Demək olar ki, mənim beynimdə bir dənə qap hazırdır. Mən də qapı seçmiş. İkinci, yoxsa belə mən. Bu belə. Sən deyirsən? Yox. Mən də seçdim. Bu şatlar burada çempion bir. Mən hazır. Mən də olsun. Hazırsınız. Bəli. Tek sokaya qaşıdı. 1, 2, 3. Heç şaka düşmədim. Mən bilirdim bu qapı seçiləcək. Bu arada dördümüzün eyni qapı seçməyi nə deməkdir? Biz bu cuppingdən qabaq heç bir belə deyim də kalibrasiya və kalibrasiyadan əlavə bu kofelə tanışdıq, heç birimiz eləməmişik. Yəqin ki, şəffaflığımızı kiməsə sübut etməyə ehtiyac yoxdur. Birinci dəfədir bu kofeni dəmləyirik hamımız. Kofeni dəmlədiyimiz zaman kofe ilə tanış olmağımız və bir-birimizi düzgün anlamağımız 4 ayrı fərd olaraq, belə deyim, 4 ayrı bədən bir beyin kimi düşündü və o kofenin dadının necə olduğunu tapdıq. Necə ola biləcəyini fikirləşdik. Bizə lazım olan balans və kəskin dadı idi. Yəni kəskin dediyim daha bədənli dadı idi, çünki kofe han idi. Bu arada çempionumuzu axıda bildirəcəm. Ratiolar 16 və ratiolar 15. Bunu da əvvəlcədən danışmamışıq. Bunlar bizim şəxsi fikirlərimiz idi. Yəni ratio 15 olduğuna görə kofe daha bədənlidir. Ratio 16 olduğuna görə 16-15-ə nisbətən daha biraz belə deyim, bədəni daha aşağıdır, daha yumşaqdır. Bu bədən bəzən insanı narahat edə bilər. İnsanlar kofelə içdiyi zaman o bədəni acılıqla qarışdıra bilər, turşuluqla qarışdıra bilər. Bu espressoya da aiddir.
Bunun üçün də kofeni düzgün formada anlamaq üçün bu kofeni içdiyiniz zaman həqiqətən də hiss etdiyiniz dadları ayrı-ayrılıqda beynimizə bölməlisiniz. Böldüyünüz zaman bunların hamısını həm rəng üsulu ilə, həm dad anlama üsulu ilə, həm dadlarını, həm qoxularını tam şəkildə anlamalısınız. Bütün bunların nəticəsində siz hakimlik edə bilərsiniz. Əgər bunların heç birini və yaxud hansısa birini bacarmırsınızsa, hakimliyə ehtiyac yoxdur, sadəcə dəmləyin. Vüsat, sən niyə 16 reytonu dəmlədin? Ümumiyyətlə mən resept hazırlayanda belə deyim, bir referans olaraq həmişə 16 nisbətini seçirəm. Bu qalibdir. Ondan sonra resept xoşuma gəlməsə, nəsə dəyişiklik eləmək istəsəm, daha sonra 15-ə keçirirəm. Yəni standart olaraq əksər vaxtlar 16 ilə dəmləyirəm. Aha, sən? Əslində eyni səbəbdir. Mən də reseptə başlayanda 16 ilə başlayıram. 15 seçdim. Mənə görə 1-15 nisbəti çox sadə və rahat bir nisbətdir, mən də düşünürəm. Dəmləyəndə də kofeni həmişə heç vaxt çətin versiyaya qaçmıram. Rahat bypass eləmək olur. 4 bypass yox. Mən heç sevmədim. Vüsatın bypassdan travması var. Vüsat birazdan çayazda da bypass edəcək. Adi suya da bypass edirik. Niyə mən 15 reytonu mən dəmlədim? Mən niyə 15 reytonu dəmləyirəm? Baxdın hə? Kimdir o? 1. Bu 1-dir, bu Nömrə 1. Mən bayaqda elə biləm bu öz dəmlədiyim. Doğrudan. Bu nömrə 1-dir Müşərrəf. Onda qalib mənə çox maraqlı kimdir. Mən niyə 1-15-i dəmləyirəm? O nəyə görə? Bu əslində biraz praktik edir uşaqlar. Çünki mən həmişə, mən 1-ə başlayanda kofe dəmləməyə ümumiyyətlə bu sferə gələndə də, bu şeylərlə məşğul olanda da 1-ə 16 ilə də, 1-ə 17 ilə də, hətta 1-ə 18 ilə də, 1-ə 15 ilə, 1-ə 14 ilə daimi olaraq bir kofeni fərqli dəmləyirdi. Bu mənə maraqlı idi. Biz ümumiyyətlə filtr kofe dəmləmə haqqında maraqlananda, öyrənəndə, bunların haqqında məlumat yığanda, bunların hamısının praktiki tərəfini eləyirdik. Mənim fikrimcə 1-ə 15 ən yaxşısıdır. 1-ə 16-ya o zaman baş vururam ki, kofemin sadəcə reytosunu uzatmaqla, yəni böyütməklə, reytonu çoxaltmaqla, digər belə metodlara daha çox dəyməməklə kofemin ekspresiyasını çoxaltmaq istəyirəmsə 1-16 eləyirəm. Avtomatik mənim dəmləməm güclənir, yəni dəmləməm çoxalır, uzanır. Amma mən 1-ə 15 eləyərəm, ondan sonra daha aqressiv dəmləyərəm, mənim üçün daha yaxşıdır. Və axırı gəlir çempionumuz görək kimdir? 3-2-1 2. Məhəmməd 2 kimdir? Sən. Ay 2. İkinci kontrol heç çox belə qəribə alındı, amma heç qızardım yüz var, amma heç istəməzdim belə olsun. Mən açığı yəni əstəğfurullah. Oxşanlar hansı idi? 2 ilə 3. 2 ilə 3. 3 kimdir? Mən 3 sənsən, Məhəmməd mən oxşanım. Əslində bizim reytolarımız fərqli olsa da kaplanın dadının oxşarlığı biraz tema. Bu ona görədir ki, reseptlər və dəmləmə üsulu. 15 qram kofe əlavə elədim, 225 qram su əlavə elədim, 50 qram blooming, sonra 70 qram su əlavə elədim. Hardasa 12-13 saniyə o suyu əlavə elədim və 1 dəqiqə qədər gözlədim. 1 dəqiqə hardasa o da 10 saniyə eləyir. 1 dəqiqənin tamamında yenə hardasa qalan hissəsini 225-ə qədər çatdırdım. O da 3 dəfə dəmləmişəm ümumi. O da hardasa 3-cü, axırıncı pur hardasa məndə çəkdi 15 saniyə, 20 saniyə. Orada da eləyir 52, 120, 125 qram. 120 225 çıxı 120. Burada rəqəmlər gedir. 105 qapağında. Başım 225-ə çatdırdım. 225-ə çatdırandan sonra ümumi dəmləməm 2 dəqiqə ərzində bitdi. Tam 2 dəqiqə çəkdi. Belə başa düşün ki, hangi proses zamanı bu kofe artıq biraz digər wash və natural kofe dəmlədiyimiz zaman biz baxırıq ki, kofe daha belə sadədir. Biraz bunu aqressiv dəmləməkdən çəkinmirik. Daha çox aqressiv dəmləyirik. Amma karbonikdir, anaerobikdir, laktikdir, termikdir, anitermikdir və yaxud hani özüdür. Bu tip kofelərdən infuzlardır. Bunları istifadə edəndə dəmləmə zamanı biz mütləq dəmləməni daha rahat etməliyik. Yəni hətta rahat və daha uzun eləsək kofe daha şirin alına bilər. O yutdu kofe, mən kofe. Bu çay bir dənə dadına bax. Görmə apameza, görürəm. Kofemiz Proton firmasından Columbia Finca El Mirador hani prosesdir. 1500 metr hündürlükdə yetişir. 2025-ci ilin kropudur. Kofenin dənləri, yəni bu da variasiya deyilir. Yəni kofenin dənləri qarışırdı. Kofenin dənləri Yellow Bourbon və Yellow Bourbon, Catuai və Catura dənlərinin qarışığıdır. Biz buna blend adlandırırıq. İndi o da blend qeyd edilir. Mən kofe haqqında məlumatlıyam. Blend qeyd olunur. Yəni mən kofeni bəyəndim nə tərəfdən? Balans formada, balans formasıdır bunun. Dadına baxın. Bu hal-hazırda balansdır və dərəcəsi düşüb hardasa bu 65 dərəcədən aşağıdır. Bu dadı çox qəşəngdir. Buyurun, siz baxın.
Siz heç bypass elə. Bu arada bu videonun vasitəsilə biz sizə təbii ki, çempionluğunuz və sertifikatlarınızla bağlı konkret olaraq Vüsat, sən həmişə özünün üstündə inkişaf edən bir kadromuzdan, Müşərrəf sən də. Vüsat çempion oldu, komandan çempionatı bir zəif çempionat deyil idi. Komandan çempionatında hər iki dəmləmə üsulundan istifadə olunurdu və kofe özü çox çətin kofe idi. Nə barədə çətin, yəni insanlar bundan qarşılaşmamışlar bizim ölkədə. Bu dəmləmə üsulu ilə qarşılaşmamışlar. Mən çox adamdan rekomendasiya aldım ki, dinləyirdim insanları ki, nə cür fikir verirlər bu kofeyə. Çox adam bu kofedə balans kap dəmləmək üçün nə etməli olduqlarını konkret olaraq anlaya bilmirdilər. Niyə görə biz bunu elədik? Birincisi, bir kofe ilə çox tez bir zamanda resept çıxartmaq mümkündür. Kofeni tanımamış, konkret olaraq maraqlanmamış, sadəcə medium qovurmadı, Kolumbiyadı götürün bunu. Cığım dağıdım, nə bacarıram belə, samavarla zadla. Yəni, belə eləyirsə, əlbəttə ki, o resepti almaq üçün kofeni çox istifadə edəcək. Mən Vüsatın kapını eşitdim, bypass eləmişdi, amma dadına baxa bilməmişdim, V60-dan, bypassın dadına baxmışdım. İlk dəfə bypasslı V60 çempionatı içmişdim Vüsat, səni təbrik edirəm çempion olduğuna görə. Bu video çəkilişlərimiz ümumiyyətlə inkişaf məqsədlidir. İnkişaf məqsədli olduğu üçün də mən sizi hal-hazırda, səmimi deyirəm, video məqsəddən demirəm, hal-hazırda siz ikinizi bu sferanın ən çox inkişafa layiq və inkişafa meyilli iki kadr kimi görürəm. Mənim beynimdə əgər sıralama versələr ki, hal-hazırda kimlər inkişafa daha çox layiqdir və inkişaf üçün daha çox əlləşirlər. Bu həm maddi, həm mənəvi tərəfdən mən sizin ikinizin adını çəkərəm. Normalda mən Əlinin birinci videosundakı fikirlərindən çox razıyam. Maksimum kofeini sadə düşünmək, sadə dəmləmək lazımdır. Mən birinci məqsədim 24 dəfə Vüsatın kofesi qəşəng idi, xoşuma gəldi. Bu kofedəki məqsədim, əslində çempionatdakı kofedəki məqsədim standart 1.15-ə, 1.16-ya normal metodla kofe dəmləmək idi. Ki, ilk variantı da elə yoxladım. Sadəcə bypass elədim. Kofe Əlinin dediyi kimi Fincan Əlinin dediyi kimi kofe biraz çətin, həmçinin orada su məsələsi də var idi. Suyun ppm-i yüksək idi nisbətən və özü kofeni ekstraksiya elədiyinə görə Vüsatın sözünü kəsdik yenə. Bilirsən nəyə gedirəm? Sənə dedi özü çiydəli. Kofeni çiy idi. Əsas burasıdır. Biz bir-birimizi görməyə gəlmişik bura. Həqiqətlər var. Bu kofelə birinizi tanışdığında, sən bu kofeni içirsən, çiy olduğunu anlayırsansa əgər, bu özü bir qüdrətdir. Sən əgər onu anlayandan sonra onu düzəldə bilirsənsə, burada anormallar var ki. Qısacası kofe dəmləyəndə mən özümə belə deyim, özümə bu sözü deyirəm ki, həmişə çalışıram ən sadə versiyada, çox belə əslində bypass eləməyin özüm də tərəfdarı deyiləm. Sadəcə bypass eləmə səbəbim nə idi? Mən Əlinin də dediyi kimi bir şey eləyəndə onun nə etdiyini anlayıb eləməlisən. Mənim orada eləmə məqsədim əslində kofeni soyutmaq idi ilk növbədə. Çünki orada hakimlərin qabağına gedirdi və isti kofedə nisbətən dadda biraz daha fərqlənir, soyuduqca daha zənginləşir, dad aromaları ortaya çıxır. Ona görə ən birinci məqsədim kofeni soyutmaq idi. Nuşərəf, sən nə fikirləşirsən ümumi bu videolarımızla bağlı və ümumi kofe inkişafı ilə bağlı Azərbaycanda? Videolarla bağlı çox müsbət düşünürəm, çünki yəni inkişaf eləmək istəyən gənclər var. Böyük ehtimal ki, bu videolara baxırlar və nələrsə örnək götürürlər və nələrsə öyrənirlər. Ona görə videolar məncə çox ibrətamizdir. Bura gəlməyimizdə bizim üçün də çox yaxşı oldu, yaxşı bir, necə deyim, experience oldu. Hə. Sevindik, sizlə bir yerdə kofe dəmlədik, dadlarına baxdıq. Bu da bizim üçün böyük bir təcrübə idi. Təşəkkür edirik. Mən çox təşəkkür edirəm. Mənlə bir yerdə bu kofe barının arxasını dəmləməyi bölüşdüyünüzə görə, yəni biz bir yerdə bu gün kofe dəmlədik. Həqiqətən mənim üçün fəxrdir. Çox sağ olun, təşəkkür edirəm. Mən çox şadam sizinlə kofe dəmlədiyimə görə. Ümumiyyətlə kofe dəmləmək məncə bu elə bir şeydir ki, kofe dəmlədiyimiz zaman biz həm birliyi, həm dostluğu, həm əlimizi, həm beynimizi istifadə eləyərək həm düşünürük, həm hərəkət eləyirik. Yəni bir məqsəd üzərində 4-5 şeyin təbliği gedir. Bunların hamısını əlbəttə düzgün formada eləmək lazımdır. Kofe dəmləmək, kofe çempionatlarına qatılmaq, kofe çempionatlarına qatılmaq üçün hazırlaşmaq, kofe təlimlərinə getmək üçün aylar var hazırlaşıb, maaşı verib orada hazırlıqdan keçmək, hansı ki insanlar o pulu verib paltar alırlar, siz o pulu verib təlimlərə qatılırsınız. Yəni bunların hamısı nə məqsəd daşıyır? Dünyada insanın özünə verdiyi məqsəd, verdiyi dəyər və bir məqsəd üzərində 50 məqsəd yox, bir məqsəd üzərində inkişaf. Bu hamısı gətirir, çıxardır ona ki, insan fərdi olaraq inkişaf edir. Yəni fərdi olaraq bir insan inkişaf eləməyibsə, istəyir kofe kompaniyasının rəhbəri olsun, istəyir kofe qovurmaçısı olsun, istəyir, nə bilim, satış meneceri olsun. Fərsizsə fərsizdir. Yəni çürük adam hər yerdə çürükdür. Dağın başında da, ağacın altında da.
Ona görə də yenə deyə bilərəm, çalışaq fərqli olaraq inkişaf edək ki, kofe sfərasında inkişaf edə bilərik. 1 saat 15 dəqiqə orada video çəkiliş var. İndi bir dənə sual verirəm. Bunu kim montaj edəcək? Sən. Yaxşı. Məhəmməd Bəstə də təşəkkür edirəm. Məhəmməd sən təşəkkür edirəm. Bir də son köməklərə görə. Editləri Məhəmməd eləyir. Təşəkkür Bir dəqiqə edirəm. deyəm, əsas məsələ. Təşəkkür edirəm Məhəmməd bəy, təşəkkür edirəm Məhəmməd bəy, təşəkkür edirəm. Çox sağ ol. Son olaraq dəvətə görə hər birinizə təşəkkür edirəm. Əli, Məhəmməd, ümumiyyətlə qəhvəxana komandasına, hamınıza xoş oldu. Həqiqətən bizim üçün ayrıca bir fəxrdir burada bu videoda iştirak etmək, bir yerdə kofe dəmləmək. Əli haqqında bir dənə onu deyim ki, Əli mənim bu sferaya həvəsimi artıran, bu sferada qalmağıma səbəb olan şəxslərdən biridir. Həqiqətən Nurşəf bunu daha yaxşı bilir. İlk başladığım müddətlərdə, indi işlədiyim yeri bilir, harda işləyirəm. Orada işləyən vaxtı Əli 2 dəfə Aeropress çempion olmuşdu və o çempionluğu həmçinin mənə də həm xarakter olaraq, həm xasiyyət olaraq, həm peşəkarlıq olaraq kumirimdir deyə bilərəm. Təşəkkürlər. Estağfurullah. Mən belə şeylər qəbul edirəm. Silin bunu. Salacağam bunu kadra. Utanıram belə şeylər qarşıma. Mən kumir olacaq bir səviyyədə bir insan deyiləm, amma ki, xoşdur mənə əlbəttə kimsə məndən bir şey götürübsə, təşəkkür edirəm.